BlackRock. 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 BlackRock announcing its BlackRock. Bir çox insanın adını belə eşitmədiyi bu şirkətin dünyanı idarə etdiyini desəm, nə deyərdiniz? Üstəlik bu bəsit bir iddia da deyil. ABŞ-dakı bir çox bank, bütün böyük dərman şirkətləri, əsas media qurumlarının əksəriyyəti və dünya üzrə ticarət olunan səhmlərin 10%-i hamısı BlackRock'ın nəzarəti altındadır. Üstəlik indi hökumətlər dələ keçirməyə başlayıblar. Bildiyimizə görə BlackRock'ın idarə etdiklərinin ümumi aktiv dəyəri 12 trilyon dollardır. Bu o deməkdir ki, Amerika və Çindən sonraki bütün ölkələrdən daha zəngindir BlackRock. Ancaq ABŞ və Çin kimi dünyanın ən böyük dövlətləri belə iqtisadi durğunluqdan çıxmaq üçün BlackRock'a güvənirlər. Belə bir söz var. Deyirlər ki, pulu idarə edən dünyanı idarə edir. Tarixdə heç bir şirkət BlackRock qədər qlobal gücə sahib olmayıb. İşin ən maraqlı tərəfi odur ki, BlackRock bütün bunlara cəmi 36 ildə nail olub. Bəs necə oldu ki, 1988-ci ildə sadə bir investisiya şirkəti kimi qurulan BlackRock qısa zamanda dünyanı idarə edən, hər sektora təsir edən bir gücə çevrildi? Bunu anlamaq üçün gəlin şirkətin bugünkü CEO-su, həmçinin qurucusu olan Larry Fink'in qaranlıq keçmişinə nəzər salaq. Larry 1952-ci ildə Los Angeles'da varlı bir ailədə dünyaya gəlib. Uşaqlıqdan bəri içindəki güc axtarışı heç vaxt bitmədi. Gənclik illərində siyasi karyera qurmaq arzusunda idi və bu səbəbdən siyasət elmi sahəsində bakalavr təhsili aldı. Amma çox keçmədən başa düşdü ki, həqiqi güc siyasətə yox pula bağlıdır. Bunu dərk etdikdən sonra diqqətini tamamilə bank və əmlak sektoruna yönəltdi. Universitet illərində isə ətrafı zəngin və nüfuzlu insanlarla dolu idi. Uğurlu iş adamlarının olduğu klublara və cəmiyyətlərə qoşuldu. Bu əlaqələr sayəsində New Yorkdakı First Boston bankına işə düzəldi. Orada ipoteka kreditləri üzərində investisiyalar edərək maliyyə dünyasında yavaş-yavaş özünü göstərməyə başladı. Larry First Boston'da keçirdiyi illər ərzində bankın ən çox qazanan işçilərindən biri oldu. O bank üçün təxminən 1 milyarddan çox gəlir gətirdi. Amma bu uğurun bir qarşılığı var idi. Banka bu qədər qısa